Dostlar salam, hər vaxtınız xeyir olsun. Yenidən Foodcast YouTube kanalımızda Mərci Mazar adlı layihəmizlə qarşınızdayıq. Topazın baş sponsorluğu ilə bu layihəmizi izləyirsiniz və təbii ki, hər həftə sonuna uyğun həmkarım Rafael ilə birlikdə Salam, xoş gördük. xoş gördük. Həftə sonunun ən maraqlı oyunlarını və yaxud da sizə bəlkə maraqlı gəlməz, amma bizim gözümüzə dəyən oyunları seçirik. Belə deyək və sonda təbii ki, kuponlarımız olacaq. Topazın çox gözəl kampaniyaları var. Onlardan biri də Altını Vur kampaniyasıdır ki, davam eləyir. Hər buraxılışda bunu vurğulamağı, təkrarlamağı özümüzə borc bilirik. Çünki siz buradan heç bir qəpik belə qoymadan 250 min AZN qazana bilərsiniz və yaxud da müxtəlif yerlər tutaraq aylıq cədvəldə müxtəlif pul mükafatları, yəni bonus şəklində qazana bilərsiniz və onu mərc edib avtomatik pula çevirə bilərsiniz. Rafael, bu həftə Altını Vurda hansı oyunlar var? Görək, yəni 19-cu turun oyunları başlayır. Brentford Everton, Atalanta Juventus, Nottingham Forest Aston Villa, Crystal Newcastle, Sunderland Tottenham yeni baş məşqçisi ilə. Ondan sonra Chelsea Manchester City oyunu var. Olar. Bu həftə nəsə eləmək olar. Bu həftə eləmək olar. O da şansınızı yoxlayın. 5 hesab olsa da qazana biləcəksiniz, Bəli, amma 25 bonus 25 min TPZ qazanacaqsınız. Bunu da təbii ki, çox rahat bir şəkildə mərc edib məbləğə, əsas məbləğə çevirə bilərsiniz. Topaz Hələ də oynamayanlar varsa Topaz Fan Club yükləsin. Və linklər olur, keçidlər siz linki də görə bilərsiniz rəy bölməsində və Topaz Fan Club'ı da yüklədiniz. Rahat şəkildə orada elə gözünüzə yaxşı bir şəkildə girəcək Altını Vur kampaniyası. Uğurlar hər birinizə. Ötən həftə Rafael təkli yenə də biz qaydasında gedir hər şey 80-85% gəlmə göstəricisi ilə gedirik, amma kuponlarda ötən həftə Hərəmiz bir qoldan gəlmişdi, amma ötən həftə hərəmiz bir qoldan belə deyək çıxdıq da, hə, məclisdə. Məndə Dortmundun qolu gəldi. Bilsən necə bütün oyunlar Almaniyadakı bir qol gəldi ilk başda. Bir də mənim oyun. Mən bildim ki, Stuttgart gəlməyəcək Borussia Dortmunddan. Bu belə deyək, mərcin yazılmamış qanunlarıdır. Həmin günü verməzlər bütün oyunları qol. Təsadüfən səhəri gündə olan 2 oyunda, qalıq oyunda qol gəldi. O da gəldi. Yalnız bir oyun qol. O da mən seçdim. O da Rafael seçib, sağ olsun. Bu həftə sizi yandırmaq üçün. Möhtəşəm. Təbii ki, zarafatdır. Amma təkli oyunlarımız yenə də özümüzə güvənirik, davam edirik və dediyimiz oyunların əksəriyyəti də demək olar ki, özünü doğruldur. Ona görə rəyləriniz də vacibdir bizim üçün, irad və təklifləriniz vacibdir. Yazın rəy bölməsində, bəyənin və Instagram səhifəmizə keçid edib rahat bir şəkildə verilişi hissələri, kuponları izləyə bilərsiniz. Eyni zamanda YouTube kanalımızda da tam verilişi izləyirsiniz hazırda. Və Rafael, təklif eləyəcəm bu dəfə biraz daha debat şəklində, yəni mən deyim, gözlə, sən deyim, elə olmasın. Gəl oyunları seçdiyimiz oyunlara deyim, bəlkə sənin də ortaq oyunların ola bilər də. Bu həftə sonu 11-12 aprel tarixlərində maraqlı oyunlar olacaq. Çempionlar Liqasından sonra və Çempionlar Liqası arası belə deyək də, hər iki həftə arası oyunlarda. Ona görə çox diqqətli olun. Avrokubok, Çempionlar Liqası deməyə də, konfrans, Avropa Liqası hamısı bir yerdə. Biraz diqqətli olmaq lazım gələcək. Avrokuboklarda oynayacaq komandaların mərc edərkən ehtiyatlı olun. O birinci tövsiyəmiz bu həftə üçün olan. Həftə sonu mən Azərbaycan və Türkiyədə elə vacib oyunlar var. Niyə? Çünki hər ikisində mübarizə həm çempionluq, həm digər Avrokuboklar ondan mübarizə davam edir. Fenerbahçe nədənsə birinci elə mənim də burada konspektlərim var. Fenerbahçe yazmışam. Fenerbahçe'nin səfərdə qarşılaşması var. Qalatasaray bu həftə Kocaeli Sporla oynayacaq və biz Kayseri Fenerbahçe oyunu görəcəyik. Kayseri Fener oyununa təbii ki, indi bütün oyunların əmsallarını biz sizə çatdıra bilmərik veriliş ərzində, yəni bir-bir hamısı əmsalı. Amma siz Topaz Fan Club'a daxil olub əmsallara baxa bilərsiniz. Yəqin ki, Fenerbahçe'nin qələbəsi Azda 1.50-dir. 1.50-dir, hə. 1.50-yə mən gedərdim qələbəyə. 2.5 üstünə də gedərdim və qarşılı qol variantına da gedərdim. Bu komandalarda Kayseri Fenerbahçe'yə məncə vuracaq və bu oyunlarda hər zaman 4-5-in üzərində qollar olur nədənsə. Fener udmasda hakimlər kömək eləyəcək. Hə? Fener udar, yox, udar. İlk 15 dəqiqədə qol ekstra sizə bir təxmin deyim. İlk 15 dəqiqədə qol. Bu komandaların oyunlarının təxminən son 6 oyunun 3-ü ya 4-ündə statistika göstərir ki, 15-20 dəqiqə ərzində 18-ci dəqiqə, 11-ci dəqiqə, 3-cü dəqiqədə qollar olub. Ona görə bu oyunda Fenerbahçe onsuz da başlayacaq belə təzyiqlə. Ona görə ilk 15 dəqiqə qol sənin alternativ variantın bu oyun üçün nə ola bilər, Rafael? Yəni daimi üstə gedən oyundur mənim üçün. Fener udmağına məncə də udmalıdır. 2-5 üst Fenerin qələbəsini də yoxlamaq olar. Amma yəni nəqdə qaçacaqsınızsa, bu çempionluq yarışı bu qədər yaxınlaşmışkən, düzdür Fener həmişə belə oyunlarda elə bərbad çıxış edir. O həyəcandan əl ayağı dolaşır özünə, çempionluq əlindən verir neçə illərdir.
Amma məncə bu oyunda Kayseri məğlub edəcək. Çünki Kayseri də yaxşı vəziyyətdə deyil. Yəni sadəcə bu. 2-5 üst qələbəsini deyirəm. 2-5 üstü 1.50, sən 1.50 onun əmsalını deyirdin. Qələbəsi 1.40 Topaz Fan Clubda hazırda və qarşılıqlı Mən baxanda 1.50. hər iki komanda qol vuracaq 1.64. Kifayət qədər yaxşı əmsallardır. Xüsusi 2-5 üst qələbəsi. İndi o variantlarda Xüsusiyə keç. xüsusi oyunçular, interval, ikili, xüsusi. Tam vaxtda Fenerbahçe 2 və 2.5 üst 1.94. 1.94. Rafael bunu təklif eləyir. Mən sizə xüsusi belə deyək, xüsusi. Çünki bunlar canlı oynamaq istəsəz son 15 dəqiqə 5-6 oyunu ancaq bol qolla keçir. Məncə də, məncə Yəni ən azı 2-5 üstü gəlib. gəlib. Ona görə 2-5 üstü də götürək, qarşılıq qolda götürək. 2 qələbə, 2-5 üstü də götürə bilərik 1.94 ilə. Trabzon səfərə gedir, Alanya səfərində. Trabzon o ifadə var. Mış. Xariyə gəldi. Gəlir çatır. Gəlir çatır, baxıram ki, artıq çempionluğa oynayır. Yəni bu komanda bir xal fərqlə düzdür. Qalatasarayın ehtiyatda oyunu var. Yəni bir həftə içində çəkdiyimizə görə bu oyun belə deyək də hazırki duruma görə 24 qələbəsinə verib. Mən Trabzon gedərdim. Trabzon çox azartlı, çox istəkli, həm azarkeşlərə sahibdir, həm də özləri, yəni nəticə son 10 oyunda 9 qələbə. Bir dənə Fənərə uduzublar 3-2. Həmişə bu statistikalar qırılır hardasa. Mən ümid edirəm ki, 7 oyunda arda-arda qələbə qazanırlar. Mən ümid edirəm ki, bizim bu gün dediyimiz oyunda qırılmaz da. Yəni mən də ümid edirəm ki, Alanya məğlub eləyər. Çempionluq yolunda Türkiyədə həmişə ən azı 2 klubu görürdü. Bəzi mövsümlərə çıxmaq şərti ilə, amma 3 klubun yarışması biraz çoxdandır görmədiyimiz bir şeydir Türkiyədə. Neçə oldu əmsal? 2-24-dür. 2-24 Topazda Trabzon qələbəsi verir. Hal-hazırda 2-24. Siz daxil olub mərc edə bilərsiniz. Daha sonra mən təklif edirəm Rafael, Qalatasaray da istəyirsən ilə yekunlaşdıraq Türkiyə liqasından. Düzdür o. Həftə sonu yoxsa Göztepe oyunu? Yox, həftə sonu oyunu. Həftə sonu oyununda Qalatasaray evindədir. Məncə çox qollu olacaq orada. Mənə də elə gəlir ki, bol qollu oyun olacaq. Time-da 2-5 üstə də getmək olar riskli variantlarda. Amma sadə variantlarda 1.5 üstə getmək olar. Birinci hissədə 2 qolla. 2 qol. Mən də 2 qol fikirləşirəm bu oyunu və Türkiyə liqasında. Amma şey də var ki, Qalatasarayda bu hücumda problem var da. Olsun da. Kocaeli Spor yəni elə çətinlik yaradar. Yox, Ramsda yox, çətin azarkeşlər önündə Qalatasaray məncə rahat qələbə qazanacaq. Amma ikinci hissədə də vurmağa. Ola bilər alternativ variant mən sizə korner deyim. Birinci hissədə 4-5, 1.60 civarında olur. Gələr. Birinci hissədə 5 gol. Çünki çox yüklənəcək. Çox 100% qol olması və o hər 3 epizoddan biri korner olacaq. 4 epizoddan biri. Bu da məntiqdən gəlir çıxır təxminən time-a 6 korner, 7 korner civarında. Ona görə 4.500 salamatı 1.50, 1.53, 1.60 civarında olur bəzən oyunlarda. Mən o dediyinlə daha çox razıyam. Bax ona götürmək olar. Türkiyə ilə yekunlaşdırırıq. Azərbaycan çempionatı bizim Podkast kanalımızda siz Azərbaycan çempionatına aid olan buraxılışları izləyirsiniz. Orada müzakirələrimiz gedir, dərin belə deyək, futbol terminlərinə. Amma burada sırf mərc baxımından yanaşmaq istəyəcəyik. Neftçi Sabah Qarabağ oyunları da ayrı-ayrılıqda. Nə düşünürsən bu oyunlara? Mən öz proqnozlarımı deyim. Neftçinin qarşılaşmasına bax Sabah Zirə ilə mən düşünürəm ki, yenə də Sabah BH1-5 yenə də oynayacaq. Time-da 2 qol var. Time-da 2 qol, yenə də qələbə versiyası gələ bilər. Daha sonra Qarabağ səfərdə Şamaxın itkiləri var. 2 itkisi var idi və Qarabağ qırmızıda almışdı. 2 dənə vərəqə limitinə düşən oyunçusu var idi. Balao qırmızıdır. Həm və 2 oyunçu da var. Yəni belə deyək, 2-3 itkiləri var əsas oyunda. Və Qarabağda qələbə qazanmalıdır. Qazanmalıdır. Yəni sona qədər gözləyirsən. Artıq sona qədər nəyisə ümid eləyirsə, mənim bu mikrofonla bu gün problemlərim var. Ümid eləyirsə, ona görə qələbə qazanmalıdır. 2 əmsalını bax açılıbsa indi baxacağam mən. 1.47 əgər neçə idi? Seçək biz 1.40-sa da olmalı. Topaz Fan Clubda rahat şəkildə daxil olursunuz. Filtr bölməsində istənilən çempionatı 1.40 verim hə. 1.41 hətta. 1.41 hazırki əmsallar belədir. Məncə dəyər buna yazmağa. Daha sonra sabahı dedik Neftçi də 1 BH1500-dür. Yəni birinci hissə, yəni Neftçi də forumdadır məncə. Neftçiyə də güvənmək olar. Buyur, sənin əlavələrin varsa bu oyunlarla bağlı. Sabahın oyununa mən də time-da 1.5 üst, ümumi time-ın 1.5 üstü, bu 100% demək olar, girmək olar. Time-da 2 qol olacaqlar. Sən Yusuf, mən heç ya ümumi 1-1 də ola bilər time. Yəni bu baxımdan. Çünki Sabah elədi ki, birinci time-da daim orada bol qol olur. Və bir Kəpəzin oyuna çıxmaq. Əsas birinci hissədə həll edir. Çünki orada da işi həll eləmək istəyir. Bəzən məsələn vurur, qol vura bilmir time-da. Məsələn Kəpəzin oyunda istisna hal olmuş ki,
Yəni nə qədər zərbə olsa boş qapıdan oyunçu çıxartıb verir. Yəni Sabahın oyununda mən birinci hissədə 1-5 üstü gözləyirəm. 2-5 üst əmsalı daha çox tutmaq istəyənlər üçün o artıq bir harca 3 əmsal verəcək. Ancaq keçən turdakı oyunda Öz ayaqlarında 2.92 vermişdi. gəlmişdi. Hə. Biraz Yəni bu birinci hissədə 1-5 üstün düşünürəm. Sabahın 1-5 üstü də olacaq mənə elə gəlir. 2 qol vurar Zirəyə. Rahat qələbəsini qazanacaq. Zirə o komanda deyil ki, Sabah çətinlik törətsin. Oyun sistemlərindən fərqli olduğu üçün. Neftçi Araz oyununda isə məncə qarşılıqlı qol Arazın fiziki cəhətdən zəif olduğuna görə birinci hissədə qol vuracaq. Birinci hissədə məncə qarşılıq gol hə, hissə gedə bilər. amma oyunun sonuna Neftçi yenə də fiziki cəhətdən toparladığına görə Vernudu məncə oyunu aparacaq. Burada Neftçinin 2-5 üst Neftçinin qələbəsini yoxlayardım. Qarabağın oyununa da çox şey demək istəmirəm. Qarabağ qələbə qazanmağa məcburdur. Məncə də qazanacaq. Ayxan Abbasov ona qarşı heç bir şey eləyə bilməyəcək. Qarabağda yəni əsas heyətlə. Bu qədər. Hətta orada Qarabağın 3 qol vuracağını da düşünürəm. Bu belə. Proqnozlar burada üst-üstə düşdü məncə. Bəli. Burada üst-üstə düşdü. Türkiyə ilə bitirdik, Azərbaycan çempionatını bitirdik. Şənbə günü seçdiyim oyunlar sırasında PSV-nin qarşılıqlı qol variantı var. Mən Spartak Rotterdam səfərində çempion qarşılıqlı qol olub rahat çıxacaqlar ikinci heyətlə rotasiyona. Qol da vuracaq, buraxacaqlar. buraxacaqlar. Brüggenin oyunu var Belçika çempionatında. Bu da artıq orada bölünüb Centurion, yəni Çempionlar Liqası oynayan, Konfrans Liqası oynayan düşmə. Brügge Centurion səfərdə oynayır Brügge. Qarşılıqlı qol variantını mən təklif eləyərdim burada. Daha sonra seçdiyim oyunlar sırasında Tirol 2.5 üst. Bu BV Linz'lə oynayır. Avstriyada relegation qrupdur. Məncə bu qarşılaşma 2.5 üst gələcək. Bunlara az vermir. Bunlara həmişə yaxşı verir. Hətta bəzən 1.90-1.94 də olur əmsallar. Altaxın qolu var. Altax da Avstriya liqasından seçmişəm bu komandaların oyununu. Grezenlə oynayır. Məncə o da relegation qrupdur. Məncə o da qol gələcək. Daha sonra riskli sevənlər üçün Cagliari'nin 1-0 hesablı qələbəsi yox qolla Cagliari Cremonese ilə oynamalı idi. Səhv eləmirəmsə bir dəqiqə dəqiqləşdirəcəm. Cagliari'nin hə? Elədir. Cagliari oynayacaq Cremonese ilə və Torino 1-1. Torino və Verona ilə qarşılıqlı qol 1-1 variantını düşünürəm ki, yəni burada dəqiq hesab olsa 1-1 dəyərləndirərdim. Təbii ki, bunlar sürpriz qollar üçündür və qarşılıqlı qol gedərdim sadə variantlarda. Amma Cagliari'də 1-0 dəqiq hesab yox qol versiyasına gedərdim. Bu sadəcə kənarda bir əsas variantlardan əlavə mərc etmək istəsəz bir kupon yazsaz bir neçə oyundan ibarət onu daxil etmək olar. Everton'un qol-qolu Brentfordla və Liverpool'un qol-qolunu mən götürərdim. Həftə sonu keçiriləcək qarşılaşmada Fulham oynayacaqlar. Çempionlar Liqası arası məncə Fulham səfərdə fərqlənəcək. Yəni Liverpool oyunda boş qalmayacaq. Bu belə Qalatasarayın variantını deyib bazar günü olan oyunlardan daha sonra keçirik. Bazar günü digər oyunlar var. Bilməm bu oyunlara hansındasa varsa fikrin müdaxilə elə. Yoxdur. Falkirk Rangers onda qol fikirləşirəm amma əsas variantlar seçimlər sırasında deyil. Daha sonra Elversberg Schalke qol Bundesliga ikinci. İki komanda qol razısan. Razı. Rafael də eyni fikirdədir. Viborg Sonderski qol üst variantı var. Bu Danimarka çempionatı Superliga Championship qrupuna aiddir, bölgüsünə aiddir. Genk'in üstü, Genk oynayacaq Leuven'lə. Bu qarşılaşmaya da təkli olaraq üst düşünürəm. Lyon Lorient qarşılaşması bu qarşılaşmaya da üst düşünürəm. Tottenham oynayacaq səfərdə. Tottenham məncə uduzmayacaq. Tottenham Sunderland səfərinə gedir. Məncə Tottenham qələbə qazanacaq. 2x. Dezerbin ilk oyunudur, çıxıb məğlub edəcək. 2x gedəndə daha risk azaldaq. Kül zərbələri 9.500 və Tottenhamin uduzmaz bu oyunda. Hətta sən demiş Rafael qələbəyə oynayacaq. Sunderland səfəri çətin olduğuna görə mən 2-0 udacaq. Ya Sunderland artıq işin tamamlayıb. O liqada qalmaq üçün, liqada qalıb artıq. Ona görə sən elə düşünürsən. Tottenhamda çünki liqada qalmaq üçün oynayır. Tottenhamı udmaqdan başqa çarəsi yoxdur. Olar. Mən 2x-a getdim daha belə deyək güvənli olsun deyə. Landskrona Falkenberg Superliqanın İsveç liqası. Siz adları biz hər zaman deyirsiniz ki, bizi bilmir ya. Adları da səsləndiririk. İsveç liqası Superliqanın yazısı gördünüz. Orada Landskrona Falkenberg oyunu var. Mən bu oyuna 2.5 üst variantını seçmişəm. Bu əsas variantlarımda da olacaq və Varberg qarşılaşması var. Danimarkada, daha doğrusu İsveçdə Superliqanda St. Varberg. Bu oyunda yüksək ikinci zərbəsi olacaq. 10.5 götürmüşəm, qarşılıqlı qolla gələcək bu üçüncü zərbəsi. Yəni seçənlər, istəyənlər bu variantları da dəyərləndirə bilərlər. Başqa
Viborg qeyd etdim, qol üst və salam. Mənim şənbə bazara seçdiklərim təxminən 13, 7, 21, 22 oyun idi. 20-22 oyun arası varımdı. Bu oyunlar sırasında təkli olaraq hər birində dəyərləndirə bilərsiniz və yaxud da kupon halında sonda Rafael ilə bərabər bir kuponlar deyəcəyik. Buyur. Rafael bu həftə Topaz Fan Clubda nəyə mərc edə bilərlər əlavə olaraq? Wolfsburg Frankfurt oyununa qol düşünürəm. Aha. Wolfsburgla Frankfurt Almaniyadan. Sonra İngiltərə Championshipdən 2 heç-heçə deyəcəm. Charlton Preston, Stoke Blackburn oyunlarına heç-heçə düşünürəm. Charlton Preston Stoke. Mən Blackburn oyunlarına, sonra Bundesliqadan digər oyunum Bayern oyunudur. Məncə burada Bayern München qol gələcək. İkinci heyətlə çıxacaq Çempionlar Liqinə görə. Burada bu qol buraxmağına qol buraxacaq. PSV oyununu dedik, səninlə razıyam, qol. Əl Nəsr oynayacaq. Çempionluq yolunda keçən həftə də Əl Hilal heç-heçə qaldı 2-2. Xal fərqi 5-dir və məncə Ronaldo da zədədən qayıtdı. Keçən oyunda 2 qol vurdu. Bu oyunda da bir Ronaldonun qolu var. Ondan əlavə 2-5 üst Əl Nəsrin qələbəsi və ya 3-5 üst Əl Nəsrin qələbəsi, hətta birinci hissədə 1-5 üst Əl Nəsrin qələbəsini yoxlaya bilərlər. Sporting çempionluğu yolunda, Sporting çempionluq yolunda gedir. Burada da Estoril ilə oynayacaq səfərdə. Məncə Çempionlar Liqi öncəsidir, amma burada şansı yoxdur da, yəni uduzmağa. Çünki 5 xal fərqi var. Bir oyun ehtiyatı udsa 2 xala enir fərq. Portondan ona görə məncə qələbəsini qazanacaq. Qəbələ Mişli oyununda Qəbələnin qələbəsini düşünürəm. Portonda oyununda, Portoda ikinci belə deyək, Estoril ilə oynayır səfərdə. Məncə burada qələbə qazanacaq. Çünki nə də olmasa Sportingi çox da yaxına buraxmaq istəmir. Çünki xal itirdiyi halda Sporting biraz hərdən bir dəqiqə biz ssenari qururuq, amma tamam ya. Yox, razıyam, amma Portonun yəni Estoril ilə də gedib orada uduzmaz da. Mən də razıyam. Yəni 1.50 əmsal verir səfərdə, amma Porto gedib orada qələbəsini qazanacaq. Porto bu ilə çox yaxşı. Çempionlar Liqasına uduzub, bilmir necə olacaq. Sporting Çempionlar Liqadan əlini üzüb. Arsenal gedib Emirates-də Arsenalı məğlub edəcəyini düşünmür. Yəni inanmıram. Belə, bu başqa əlavələrin var? Yox, başqa heç bir şey. Bu belə Rafaellə mənim təkli oyunlar, bax belə dəyərləndirir. Siz də öz oyunlarınızı yazın, istər təkli, istər kupon şəklində. Kimsə yararlana bilər rəy bölməsində və səhifəmizi bəyənməyi də unutmayın təbii ki. Mərcimazlar layihəmiz öz axarı ilə davam edir Topazın baş sponsorluğu ilə və Rafael gəldi ən o kulminasiya nöqtəsinə kuponlar. Həftəlik kupon. Kuponlar. Gəl diqqətli seçək. Ötən həftə yandırmışıq, bir də onu türklər demiş tələfi eləyək. Nə verə bilərik biz bu həftə? Bax bu oyunlardan açığı mən bura gələndə kupon halında götür-qoy eləyirdim hansı oyunları seçmək olar. Baxaq əmsallarla bir yerdə yekun baxaq görək bunun oyunlar sırasında hansı oyunları seçmək olar. Gəl filtr eləyək. Mən bir oyun var, onun əmsalına baxım daha sonra. Heyf ki, Sabahın oyunun əmsalı açılmayıb da. Dərhal Asana qaçmaq istəyirdin. Yox, Asana qaçmayacaqdım. Sabahda Time'da 2 qoluna oynayacaqdım. Asan sayılırsa, hə, asandır. Deməli, mənim kuponum belə deyək. Bayern Münchenin qol-qolu 1.69. Bayern München qol-qol. Bəli, 1.69. Ardıcan. İngiltərədən yeni baş məşqçisi ilə Tottenhamın qələbəsi 2.51. Üçüncü oyunu da Əl Nəsrə gedəcəm. Sən tərəfləri ver. Bəli, üçüncü oyunda Əl Nəsrə gedirəm. Əsas məqamda ona görə sükut çöküb də. Bəli, bir saniyə. Düşünür, əmsallara baxır, son yerlərə. Əmsala çünki bilmirəm indi necə açıblar əmsalın. Əl Nəsrin əmsalı əsasən aşağı verirlər. Ona görə baxmaq lazımdır. Rafael baxdıqca mən də öz seçəcəyim oyunların belə deyək versiyalarına baxıram. Hansı oyunlarda sizə nə təklif etmək olar? Əl Nəsrdən dönək. Əl Nəsrin əmsalı çox aşağıdır. Digəri isə keçəcəm. Buyur. İntizarda saxladın bizi. Yaxşı. Digər oyun isə Neftçi ilə Arazın qol-qolu. Neftçi, Araz qol-qol. Açılmayıb əmsal, amma deyirəm də. Qol-qol. Bəli. Amma belə yəni hal-hazırda az olmaz məncə. Hə, 1.70-də hardasa olar.
Yəni təqribi əmsal olacaq 6 əmsal. 6 əmsal. Bəli. Rafaelin kuponunu gördünüz, qrafik şəkildə də izləyirsiniz. Tottenhamın qələbəsi Sunderland səfərində Bavariyanın St. Paulin oyununda qol-qol, Arazla Neftçi oyununda qol-qol. Məncə gələcək. Yəni bir qədər Tottenhamın səfər qələbəsi riskli görünə bilər sizə, amma hər ikimiz ortaq fikirdəyik ki, Tottenham bu oyunda qalib gələcək. Yəni o təhlükəli zonadan uzaqlaşmalıdır. Gəlin mənim variantım götürək. Fenerbahçe'nin üstü 2.5 üst 1.50 civarında. Daha sonra bazar günü Landskrona Falkenberg İsveç Super hattında 2.5 üst 1.53 1.50 bu iki əmsal və davam edirik. Bir dənə də onun yanına əlavə eləyəcəm. Bir dəqiqə Fenerin də burada biz belə deyək üst versiyasını bura əlavə eləyək. Hazır kupon şəklində izləyicilərə göstərək. Əmsallardan dəqiq 1.50, 1.53 artıq 2.29 əmsal var və mən çox 3-ün üzərində çox əmsala getməyəcəm ki, daha güvənilir ola bilsin. Gəlin şənbə günündən seçək. Bura daxil edə bilərik biz. Qarabağ şənbə günü oynayır yoxsa? Şamaxı ilə. Qarabağ 1.40. Qarabağın qələbəsi. Qarabağın da qələbəsini bura daxil eləyirik. Hər hansı bir sürpriz məncə. Düzdür, Şamaxı həmişə çətin evində də pis oynamır, amma ki ona görə. Amma yenə də biz Şamaxının heç bir iddiası qalmayıb da liqada. Nə düşən deyil, nə də ki ortada özü üçün 8-ci yerdə. Qurban Qurbanova qarşı həmişə oynayır və bu dəfə də oynayacaq. Məncə 1.41, 3.24 əmsal. Qarabağ qələbə, Kayseri Fenerbahçe 2.500 və Landskrona Falkenberg 2.500. Bu əmsallarla bu kuponu oynaya bilərsiniz. Riskli nə isə, riskli yox, daha doğrusu biraz daha relaks baxsaq məsələlərə, seçmək olsa bir kupon yaratsaq. Gedərdim mən Trabzon 2, 2.24 əmsalına. Razıyam. Daha sonra gedərdim mən burada Tirol 2, biraz əmsal çox olacaq bu oyunda məncə. Daha sonra ikinci oyun, daha sonra bazar günündə bir oyun seçək, bu yekunlaşdırmaq olar. Schalke gol-gol. Burada riskli bir şey yoxdur. Sadəcə daha rahat düşünsək, çox götür-qoy eləməsək, bu oyunları götürməklə bu da bir ikinci kupon kimi dəyərləndirə bilərsiniz. Amma bir daha vurgulam, təkli oyunlar əsas belə deyək, oyunların içindən seçə bilərsiniz. Mənim ikinci kuponum isə Sabahın birinci hissəsində 1.5 üst qələbəsi. Özünün qələbəsi. Birinci sən 2-1, 2-0 bu hesabla 3-0. Risk azaldaq da biraz. 1.500 yazaq. Yo 1.500-də əmsal hardasa verəcək 1.70. Məncə çox verər. Zirə açıq oynayan deyil. Zirə açıq oynamağından getmir. Sabahın qolu Sabahdan gedir. Sabah necə oynayacaq? Yəni o zirəli bir şey yoxdur orada. İkinci isə Neftçi 2.5 üst qələbə. Üçüncü oyun isə məncə Sparta Rotterdam. Yəni uduzmayacağına 95% əminəm. Yəni çünki PSV çempiondur, artıq bayramlarını elədilər. Heç bir mənası da yoxdur liqada oynamaq. Yəni oyunda qol 2-5 üst ayrı, Spartanın da bir X-sına düşünürəm. Bu da Rafaelin variantıdır. Bu oyununa çox güvənir nədənsə. Bəli. Bax belə əziz tamaşaçılar, əziz mərc həvəskarları, siz Topazın baş sponsorluğu ilə Foodcast YouTube kanalımızda Mərcimazar adlı layihəmizi izləyirsiniz. Bu 19-cudur, Rafael, 19-cu. Hətta deyim Spartan qələbəsi. Qalıb orada Sparta. Çünki niyə görə o konfransa gedəcək deyə. Ona görə Spartan qələbəsi. Spartan qələbəsi evində 4 əmsaldan yoxdur qələbəsi. İnadkar oldu Spartada, görə gələn həftə necə gələcək. 19-cu buraxılış. Bəli. 19-cu buraxılış. Yox, 20-ci buraxılış. 20 yubileydir. Yubiley buraxılışının sonunda ümid edirəm ki, elə bizlə bu oyunlarımızla da qazanacaqsınız, qeyd eləyərik birgə. Sağ olun, salamat qalın. Növbəti həftə yenidən həftə sonuna doğru görüşəcəyik bu layihəmiz çərçivəsində. Hələlik.